Salam, hər birinizi xoş gördük kanalımda. Bu günləri OTK 20 sınaq kitabından sınaq nömrə 3-ün izahlarını verəcəm. Mövzu Azərbaycan 16-19-cu əsrlərdən. Başlayırıq birinci testimizdən. Birinci testdə deyilir, Səfəvi dövlətinin mərkəzləşməsi yolunda atılan addımları müəyyən edin. Şirvanşahların ləğv edilərək Səfəvi dövlətinə birləşdirilməsi bu doğrudur. 1538-ci ildə Şah 1. Təhmasib tərəfindən son qoyulmuşdu Şirvanşahlara və Səfəvi dövlətindən birləşdirilmişdi. Biri götürürük. Şahın yanında qanunverici məclisin fəaliyyət göstərməsi yanlışdır. Məclis qanunverici yox, məşvərətçi hakimiyyət orqanı idi. Şəki hakimliyinin müstəqilliyinə son qoyulması 1551-ci ildə son qoyulur. Bununla da Səfəvilərin vahid dövlətdə birləşməsi başa çatmışdı. Doğrudur. Əmir Əl-Ümaranın dövlətdə ikinci şəxs təyin edilməsi yanlışdır. Şahdan sonra ikinci şəxs vəkil idi. Düzgün variant olur 1-3, yəni C variantı. İkinci sualımıza baxırıq. Şah 1. İsmaildən fərqli olaraq Şah 1. Abbas İspaniya ilə müttəfiq olaraq İngiltərəyə qarşı mübarizə aparmışdı. Bu yanlışdır. Çünki Şah 1. Abbas 1621-ci ildə İngiltərə ilə əbədi dostluq müqaviləsi imzalamışdı və Portuqaliyaya qarşı birlikdə mübarizə aparmışlar. Buna görə də A yanlışdır. Osmanlı dövləti ilə müqavilə imzalanmışdı. Bu düzgün variant olacaq. Çünki Şah 1. İsmail baxmayaraq ki, Osmanlılarla müharibə aparmışdı, lakin müqavilə imzalamamışdı. Şah Abbasın dövründə isə 3 dəfə 1. İstanbul müqaviləsi, Sərab yaxud 2. İstanbul və Mərənd müqaviləsi imzalanmışdı Osmanlılarla. C. Baxırıq, Osmanlı dövləti müharibə aparılması oxşar xüsusiyyətdə Şeybani qoşunlarını məğlubiyyətə uğratmışdı. Bu da hər ikisini oxşar xüsusiyyətdə Xorasanı birləşdirmişlər. Bu Şeybaniləri məğlub elədikdən sonra 16-cı əsrdə hakimiyyətdə olmuşdu. Bu da düzgündür. Şah 1. İsmail 1501-də, Abbas isə 1587-ci ildə hakimiyyətə gəlmişdi. Üçüncü sualımıza baxırıq. Elirmen diaqramına uyğun bəndləri müəyyən eləyin. Gəncə xanlığı, Bakı və Qarabağ xanlığı verilib. Məlikliklərə qarşı mübarizə aparmışdı. Bu Qarabağ xanlığına aid olan bir xüsusiyyətdir. Çünki məlikliklər Qarabağın ərazisində idi və separatçılıq siyasəti həyata keçirirdilər. Rus qoşunlarının işğalına məruz qalmışdı. Bu hər üç xanlıq üçün oxşardır. Gəncə xanlığı 1804-cü ildə, Qarabağ 1805, Bakı isə 1806-cı ildə Rus qoşunları tərəfindən işğal olunmuşdu. B-ni yazırıq 4-ə. Quba xanlığında nigah diplomatiyası vasitəsi asılı hala düşmüşdü. Bu Bakıya aiddir. 1767-ci ildə Bakı xanlığı Quba xanlığından nigah diplomatiyası vasitəsi asılı vəziyyətə düşür. C-ni buraya yazırıq. Ziyadoğlu sülaləsi tərəfindən idarə olunması Gəncə xanlığına aiddir. D-ni buraya yazırıq. Bayat döyüşündə qalib gəlmişdi Qarabağ xanlığı, Pənali xan qələbə qazanmışdı. Yeni də yenə 3-ə yazırıq. Düzgün variant olur. Oxşara 4B, 1-ə D, 2-yə C, 3-ə A-yə, 4-ə B. Düzgün variant burada C variantı olacaqdır. Növbəti testimizə baxırıq. Dördüncü sual xəritə sualıdır. 17-ci əsrin ikinci yarısında Səfəvi dövlətindən ticarət imtiyazları almış dövləti müasir xəritədə müəyyən eləyin. Söhbət 1667-ci il ticarət müqaviləsindən gedir ki, bu müqavilədə Səfəvi dövləti ilə Rusiya arasında imzalanmışdı və Rusiyada xəritə üzərində 5 nömrəyə uyğun gəlir. 1 nömrə keçmiş Osmanlı, indiki Türkiyə ərazisidir. 3 İspaniya, 4 İngiltərə, 2 isə Almaniya ərazisidir. 5-ci suala baxırıq. Uyğunluğu müəyyən edin. Dərbənddən Gilana qədər Xəzəryanı bölgələr Rusiyaya ilhaq edilirdi. Bu şərt 1723-cü ildə imzalanan Peterburq müqaviləsinə aiddir. A-nı 1-ə qeyd edirik. Osmanlılar son 10 ildə işğal etdiyi əraziləri Səfəvilərə qaytarmalı idi. Bu Bağdad müqaviləsinin şərtinə aiddir. 1733-cü ildə imzalanmışdı. B-ni bura qeyd edirik. Rus tacirlərinin Səfəvi dövləti ərazisi sərbəst və gömrük ticarət imtiyazları bir daha təsdiq edildi. Bu da 1735-ci ildə imzalanan Gəncə müqaviləsinə aid idi. 1-ə A, 2-yə B, 3-ə C. Düzgün variant burada B variantı gəlir. 6-ya baxırıq. Daha əvvəl baş vermiş döyüş. Gəvduşan döyüşü 1774-cü ildə baş vermişdi. Qaraçəmən döyüşü 1761, Qarababa döyüşü 1809,
Sultanbud döyüşü 1812 və Aslan düzdür 1812. Daha öncə olan burada Qaraçəmən olacaqdı. Yəni ki, B variantı. 7-ci sualda deyilir, xəritədə ərazisi ulduzla göstərilmiş xanlığa aiddir. Söhbət burada Şamaxı xanlığından gedir. Şamaxıya aid xüsusiyyətləri biz tapmalıyıq. Baxaq variantlara. İlk vaxtlar ərazisindəki hakimiyyətliyin olması düzgün variant elə A variantıdır. Şamaxı xanlığı yaranandan 1763-cü ilə kimi Şamaxıdakı hakimiyyətlik mövcud olmuşdu. Yadımıza salaq, Şamaxı xanlığından başqa bir də Gəncə xanlığında 2 hakimiyyətlik mövcud olub. B-yə baxıram, Həmədsən xan Qacarın yürüşünə məruz qalması bu Qarabağ xanlığına aiddir. Hacı Çələbi xanın asıllığını qəbul etməsi, Hacı Çələbi Şirvana uğursuz yürüş eləmişdi 55-ci ildə, yəni düzgün deyil. Urmiya xanlığının asılılığı altından düşməsi yanlışdır. Asılı vəziyyətə düşməyib Urmiyadan. Qızılqaya xəyanətinə iştirak etməsi isə bu da düzgün deyil. Qızılqayada 5 dənə Azərbaycan xanlığı iştirak eləmişdi. Bunlar Naxçıvan, İrəvan, Gəncə, Qaradağ və Qarabağ xanlıqları idi. Yəni Şamaxı iştirak eləməmişdi. Buna görə də düzgün variant A-dır. 8-ə baxırıq. 18-ci əsrin 20 və 90-cı illərində Azərbaycan tarixinin oxşarlığı Rus qoşunlarının yürüşünə məruz qalması düzgün variant budur. 1722 və 23-cü illərdə bu 1-ci Pyotrun başçılığı ilə Ruslar Azərbaycana yürüş eləyib və 1796-cı ildə də Valeriyan Zubovun başçılığı ilə Rus qoşunları Azərbaycana yürüş eləmişdi. Buna görə də hər iki dövr üçün oxşar xüsusiyyətdir. Səfəvi-Osmanlı müharibələrinin baş verməsi yanlışdır. Yəni bu dövrlərdə Səfəvi-Osmanlı müharibələri olmayıb. 90-cı illərdə ümumiyyətlə yoxdur. 20-ci illərdə isə bu İstanbul Sülh Müqaviləsinin şərtinə əsasən biz deyirik ki, 24-25-ci illərdə Osmanlı qoşunları Azərbaycan torpaqlarını işğal eləmişdi. Amma ki, dediyim kimi bu dövrlər üçün oxşar xüsusiyyət deyil bu. Xanlıqların meydana gəlməsi 18-ci əsrin ikinci yarısına, yəni ki 47-ci ildən sonraya aiddir. Nadir Şahın ölümündən sonra meydana gəliblər. Qacarların yürüşünə məruz qalması Azərbaycan ərazisi Qacarların yürüşünə bir Ağa Məhəmməd Şah Qacarın dövründən məruz qalıb. Bu 90-cı illərdə də, 95 və 97-ci illərdə. Bir də onun atasının dövründə bu xatın arxa döyüşü olmuşdu. Qarabağ xanlığı üzərinə yürüş eləmişdi 50-ci illərdə. 1757-ci ildə olmuşdu həmin döyüş. Yəni həm 50 və 90-cı illər üçün oxşar xüsusiyyətli. 20-ci illərdə Qacarlar yürüş eləməyiblər. Ölkə ərazisində Osmanlı idarə etmə sisteminin mövcud olması isə 1724-cü ildən 35-ci ilə kimi mövcud olmuşdu. Buna görə də bu variant da 90-cı illərə uyğun gəlmir. Düzgün variant A olur. 9-a baxırıq. 1578-90-cı illər Səfəvi-Osmanlı müharibələrinə aid deyil. Niyazabad döyüşündə Osmanlı qoşunlarının məğlub edilməsi bu aiddir. Niyazabad döyüşü olmuşdu. Yazaq 1583-cü ildə və həm müharibə dövrünə aiddir, həm də Osmanlı qoşunları məğlub olmuşdu. Krım xanının Osmanlı dövləti ilə müttəfiq olması bu da düzgündür. Səfəvi-Osmanlı müharibəsində Krım xanları Osmanlı ilə müttəfiq olub Azərbaycana hücum eləmişdilər. Şeybanilərin Səfəvilərlə müttəfiq olması bu aid olmayacaq, çünki bu müharibə dövründə Səfəvi dövləti iki cəbhədə həm Şeybanilərə qarşı, həm də Osmanlıya qarşı müharibə aparmışdı. Yəni ki, Şeybanilər Səfəvilərlə müttəfiq deyildi, əksinə rəqib idilər. Şah Məhəmməd Xudabəndin hakimiyyət dövründə başlaması doğrudur. Xudabəndi 1578-ci ildə hakimiyyətə gəlib 87-yə kimi hakimiyyətdə olmuşdu. Şirvanın Osmanlı qoşunlarının hücumuna məruz qalması bu da aiddir. 1578-ci ildə Çıldır döyüşündən sonra Şirvanın Osmanlı qoşunlarının hücumuna məruz qalıb. Buna görə də düzgün variant C-dir. Ona baxırıq, xronoloji ardıcıllığı müəyyən edin. Kirmanşah müqaviləsinin imzalanması. Kirmanşah imzalanıb 1732-ci ildə, Peterburq müqaviləsi 1723, Nabur müqaviləsi 1727 və Bağdad müqaviləsi 1733. İndi düzgün variant burada olur 2, 3, 1 və 4. 2, 3, 1 və 4 B variantı. Onda olur B variantı düzgün cavab. 11-ci suala baxırıq. Nadir Şahın hakimiyyəti dövrünə aiddir. Nadir Şahla bağlı testlərdə əsas məqam nədir? Biz burada Şah sözünə diqqət yetirməliyik. Nadir Şah seçilib 1736-cı ildə, yəni Şahlıq dövrü 1736
36-47-ci illərə aiddir. Biz bu dövrə aid olan hadisələri tapmalıyıq. Digər hadisələr isə, yəni ki, aid olsa da xanın dövrünə düşür. Yəni Nadir xan dövrünə düşür. Nadir də ki 1726-dan, onu da buraya yazaq. 26-dan 1736-cı ildə Muğan qurultayına kimi isə xan vəzifəsində işləmişdir. Şahlıq dövrü deyirsə, bu dövrə aid olan hadisələri seçməliyik. Şəkidə üsyanın baş verməsi 1743-cü ildə baş verib bu üsyan. 43. Elə bu da düzgün variantdır. Nadir Şahın hakimiyyət dövründə baş verən hadisə idi. Bağdad müqaviləsinin imzalanması 1733-cü ildir. Xanlıq dövrünə düşür. İkinci Təhmasibin Osmanlılarla müharibəyə başlaması, bu da 30-cu illərdədir. Nadir Şah nüfuzunun artmasına narahat olmuşdu və Osmanlıya qarşı hərbi əməliyyatlara başlamışdı. Buna görə də bu da xanlıq dövrünə aiddir. Kirmanşah müqaviləsinin imzalanması 1732 yenə də Nadir xan dövrünə aiddir. Reş müqaviləsinin imzalanması 32 yenə də Nadir xan dövrünə aiddir. Düzgün variant burada A variantıdır. 12-ci suala baxırıq. Şah 2-ci Abbasın hakimiyyəti dövrünə aiddir. Baxırıq, ilk öncə ümumiyyətlə Səfəvi şahlarının mütləq hakimiyyət illərini əzbər bilməlisiniz. Yəni bu hadisələri bilməsəz belə kimin dövrünə aid olduğunu, xronologiya baxımından da hadisələri seçmək olur düzgün. Şah 2-ci Abbas hakimiyyətdə olmuşdu 1642-1666-cı illərdə. İndi baxırıq, bu dövrdə olan hadisələri seçməliyik. Əhalinin siyahıya alınması, əhali 1699-1702-ci illərdə siyahıya alınmışdı. Bu da Şah Sultan Hüseynin dövründə idi. Buna görə də aid deyil. Daha sonra Peterburq müqaviləsinin imzalanması 1723, bu dövrdə deyil. Qəsr-Şirin müqaviləsinin bağlanması 1639, bu Şah Səfinin dövrünə aiddir, Abbasa düşmür. Stepan Razinin başçılığı ilə Rus-Kazaq dəstələrinin ölkəmizə basqınları 1668-ci ildir. Şah Süleymanın dövrüdür. Rusiya ilə hərbi münaqişənin baş verməsi isə 1653-62-ci illərdədir. Dinc yolla həll olunmuşdur və gördüyünüz kimi bu da Şah 2-ci Abbasın hakimiyyəti dövrünə düşür. Düzgün variant burada Y olacaq. 13-cü sualda deyilir, 18-ci əsrin əvvəllərində Səfəvi dövlətinin tarixinə aid deyil. İqtisadi böhranın baş verməsi bu aiddir. Ölkə böhran vəziyyətində idi, daxili və xarici səbəbləri vardı bunun bir sıra. Bəyliklərin ləğv edilməsi, düzgün variant burada elə B olacaq. Çünki Səfəvi dövləti yaranandan sona kimi, süqutuna kimi, yəni ki, Səfəvi dövlətinin ərazisi bəyliklərdən ibarət olmuşdu. Buna görə də ləğv edilməsi aid deyil. Mərkəzi hakimiyyətin zəifləməsi aiddir. Əhalinin siyahıya alınması aiddir. 1699 və 1702-ci illərdə Sultan Hüseynin dövründə əhali siyahıya alınmışdı. Mərkəzi hakimiyyətə qarşı üsyanların baş verməsi bu da aiddir. 1707-ci ildə Carbala kəndində başlayır ilk üsyan, yəni həmin dövrdə üsyanlar baş vermişdi. 14-cü sualda deyilir, Kirmanşah müqaviləsinin şərtlərinə görə, ümumiyyətlə şərtlər variantlara baxmamışdan qabaq müqavilənin şərtlərini yadımıza salaq. Kirmanşah Səfəvi dövləti ilə Osmanlı arasında imzalanan bir müqavilə idi və bu müqavilənin şərtinə əsasən Arazdan şimaldakı torpaqlar, yəni ki, İrəvan, Gəncə, Şamaxı, Şirvan, Dağıstan və Tiflis ərazisi verilmişdi Osmanlı dövlətinə. Cənub əraziləri isə Səfəvi dövlətinə qalmışdı ki, bunlar da Həmədan, Kirmanşah, Təbriz, Ərdəbil idi. Və bu müqaviləyə əsasən Araz çayı sərhəd olmuşdu. İndi baxırıq bu üç şərtdən variantlarda hansı doğru verilib? İrəvan, Gəncə və Şirvan Səfəvilərə verildi. Xeyr, dediyimiz kimi Osmanlıya verilmişdi. Azərbaycan ərazisi Səfəvi Osmanlı dövlətləri arasında bölüşdürülüb. Bu düzdür. Azərbaycanın cənub torpaqları Osmanlı hakimiyyəti altına qaldı. Xeyr, dedik Səfəvilərə keçmişdi. Xəzər sahilinin Kür çayının cənubdakı hissələri Səfəvilərə qaldı. Bu ümumiyyətlə Raşid müqaviləsinin şərtinə aiddir. Ona görə yanlışdır. Kür çayı Səfəvi Osmanlı dövlətləri arasında sərhəd oldu. Xeyr, Araz çayı sərhəd olmuşdu. Düzgün variant burada B olacaq. 15-ci sualda deyilir, 17-ci əsrin ikinci yarısına aiddir. Mərin sülhünün imzalanması 1618, Sınıq körpü döyüşü 1618-də baş verib. Rusiya Səfəvi münaqişəsinin başlanması 1653-cü ildə, Qəsr-i Şirin sülhünün imzalanması
1639. İrəvanın Səfəvilər tərəfindən azad edilməsi isə 1604-cü il. Burada düzgün cavab olacaqdır C variantı. 16-cı sualda deyilir, hansı müqavilədə Səfəvlərin itirilmiş torpaqlarının geri qaytarılması nəzərdə tutulmamışdı? Rəşt müqaviləsi 1732-ci ildə Səfəvi Rusiya dövlətləri arasında imzalanmışdı və bu müqavilənin şərtinə əsasən Rusiya Kür çayından cənubdakı Xəzəryanı vilayətləri Səfəvi dövlətinə geri qaytarırdı. Yəni ki, burada nəzərdə tutulub. Gəncə 1735-ci ildə imzalanmışdı və Rusiya işğal elədiyi Xəzəryanı vilayətləri tamamilə geri qaytarmalı idi. Burada da nəzərdə tutulub. Kirmanşah müqaviləsi 1732-ci ildə imzalanmışdı Səfəvi və Osmanlı dövlətləri arasında və bu müqavilənin şərtinə əsasən də Səfəvlərə cənubdakı torpaqlar geri qaytarılmışdı. D-də Peterburq müqaviləsində isə 1723-cü ildə imzalanmışdı və bu müqavilənin şərtinə əsasən Rusiya Dərbənddən Gilana qədər olan Xəzəryanı vilayətləri öz hakimiyyəti altına keçirirdi. Yəni ki, Rusiyaya keçirdi həmin ərazilər. Burada Səfəvlərə qaytarılması nəzərdə tutulmayıb. Bağdad müqaviləsinin 1733-cü ildə Osmanlı son 10 ildə işğal etdiyi torpaqları geri qaytarmalı idi. Yəni yalnız Peterburq müqaviləsinə torpaqların qaytarılması nəzərdə tutulmamışdı. 17-ci sualda deyilir, 17-ci əsrin ikinci yarısına memarlıq abidələrini müəyyən edin. Şeyx Cüneyd məqbərəsi 1544-cü ildə inşa olunub, 16-cı əsrə aid memarlıq abidəsidir. Nardaran məscidi 1663-cü il, 17-ci əsr olacaq. Kələkxanı kəndindəki məqbərə də 1663-cü ildə, yəni 17-ci əsrə düşəcək. Təbrizdəki Göy məscid isə 1465-15-ci əsrə aid memarlıq abidəsidir. Düzgün variant burada 2-3, yəni C variantı olacaqdır. 18-ci sualda Muğan qurultayı haqqında məlumat verilib. Bu qurultayın nəticəsində baxaraq Azərbaycan torpaqlarının mərkəzləşdirilməsi prosesi baş tutmadı. Bu yanlışdır, çünki 1736-cı ildə Muğan qurultayından sonra Azərbaycan Əfşarlar dövlətinin tərkibinə daxil olub və Əfşarlar dövlətinə mərkəzləşdirilmiş dövlət idi. Buna görə də biri çıxırıq. Azərbaycan torpaqları yadelli əsarəti altına düşdü, yanlışdır. Dediyimiz kimi Əfşarların tərkibinə daxil olub. Səfəvi dövlətinə son qoyuldu. Bu doğrudur. 1736-cı ildə Səfəvi dövləti süqut eləyir. Əfşarlar sülaləsi də hakimiyyətə gəlir. Düzgün variant 3-4, yəni D variantı olacaqdır. 19-a baxırıq. Daha əvvəl baş vermişdir. Qəsrşirin sülhünün imzalanması 1639. Şəkidə Hacı Çələbinin başçılığı ilə üsyanın baş verməsi 1743-cü il. Bağdad müqaviləsinin imzalanması 1733. Sınıkörpü döyüşünün baş verməsi 1618. 1-ci Abbasın Bağdada ələ keçirməsi isə 1622-23-cü illərdə idi. Burada düzgün variant olacaq D variantı. 20-ci sualda deyilir, İrəvan xanlığı Gəncə xanlığından fərqli olaraq Türk mənşəli sülalə tərəfindən idarə edilmişdir. Bu doğrudur. Yəni ki, həm İrəvan, həm də Gəncə Türk mənşəli sülalə tərəfindən idarə olunurdu. Buna görə də fərqli xüsusiyyət deyil. A-nı çıxırıq. B-yə baxırıq. Gürcü qoşunlarına qarşı mübarizə aparılması, bu da hər iki xanlığa aiddir. 1765-69-cu illərdə, eyni zamanda 79-cu ildə İrəvan xanlığına Gürcülər hücum eləmişdi. Gəncə xanlığı üzərinə də ki, 1780-ci ildə Qarabağ və Gürcü qoşunları birlikdə hücum eləmişlər. Yəni ki, hər ikisi mübarizə aparıb. Rus qoşunlarının işğalçılıq yürüşünə müqavimət göstərməsi, bu da hər iki xanlığa aiddir. Gəncəli Cavad xan sona kimi mübarizə aparmışdır Rus qoşunlarına qarşı. Eyni zamanda İrəvan da həm 1804-cü ildə, həm də 1808-9-cu illərdə Ruslar mühasirəyə alsa da İrəvanı tuta bilməmişlər, yəni ki, müqavimət göstərmişdilər. Azərbaycanın şimal torpaqlarında meydana gəlmişdir. Bu da hər iki xanlığa aid olan bir xüsusiyyətdir. Osmanlı dövləti ilə həmsərhəd olmuşdu. Bu yalnız İrəvan xanlığına aiddir. Gəncə xanlığı Osmanlı ilə sərhəd deyildi. Əsasən Qarabağ xanlığı, İrəvan xanlığı və Gürcüstanla həmsərhəd idi. Buna görə də düzgün variant burada Y olacaqdır. 21-ə baxırıq. Hadisə nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyən eləyin. Səfəvilər arasında birliyin olmaması, Çıldır döyüşün Səfəvi qoşunlarının məğlub olması, düzgün variantımız elə A variantı olur. 1578-ci ildə Çıldır döyüşündə Səfəvilər məğlub olmuşlar. Səbəbi də birliyin olmaması idi.
B-yə baxırıq. Səfəvi-Osmanlı müharibələri, Səfəvilərin paytaxtının Təbrizə köçürülməsi. Bu yanlışdır. Təbrizə yox, Təbrizdən köçürülmüşdü Qəzvinə. Çünki ilk paytaxtı Təbriz olub 1555-ci ilə kimi və bu Səfəvi-Osmanlı müharibələri Təbrizə böyük ziyan vurmuşdu, həm də tez-tez hücumlara məruz qalırdı. Buna görə də Təbrizdən Qəzvinə köçürülmüşdü. C-də deyilir Şirvanşahların süquta uğraması, Səfəvi dövlətin mərkəzləşdirilməsinin başa çatması. Bu da yanlışdır. Çünki Səfəvi dövlətin mərkəzləşdirilməsi Şirvanşahların yox, Şəkinin süqutu ilə başa çatıb 1551-ci ildə. Krım xanının Osmanlı dövləti ilə müttəfiq olması, Niyazabad döyüşünə Osmanlıların qalib gəlməsi. Bu da yanlışdır. Baxmayaraq ki, Krımla Osmanlı bu müharibədə müttəfiq idilər, amma Niyazabad döyüşünə qələbə qazana bilməmişlər. Məğlub olmuşdu Osmanlı qoşunları. 1-ci Abbasın İspaniya ilə ittifaq qurması, Hörmüzün Şeybanilərdən azad edilməsi. Bu da yanlışdır. 1-ci Abbas İspaniya ilə yox, İngiltərə ilə ittifaq qurmuşdu və Hörmüzü də Şeybanilərdən yox, Portuqaliyadan azad eləmişdi. Düzgün variantımız burada oldu A variantı. 22-yə baxırıq. Gülüstan sülhünə görə Qacarların tərkibində qalan şimal xanlıqlarını müəyyən edin. Gülüstan sülhü 1813-cü ildə imzalanır və 1-ci Rus-Qacar müharibəsi nəticəsində Ruslar yalnız Naxçıvan və İrəvanı tuta bilməmişlər. Yəni burada 1-2 olacaq ki, Naxçıvanla İrəvan Qacarların tərkibində qalmışdır. Digərləri isə Ruslar tərəfindən işğal olunmuşdu. 23-ə baxırıq. Quba xanlığına aiddir. Dərbəndin birləşdirilməsi, bəli, 1759-cu ildə Dərbənd Quba xanlığına birləşdirilib. Qarabağ xanlığının asılı hala salınması, bu yanlışdır. Qubalı Fətəli xan 1780-81-ci illərdə Qarabağa hücum eləsə də İbrahim Xəlil xan müqavimət göstərmişdi və uğursuz olmuşdu onun bu yürüşü. Qacarlar sülaləsi tərəfindən idarə edilməsi, bu da yanlışdır. Qubanı Qacarlar idarə eləməmişdi. Şimal-Şərqi Azərbaycan torpaqlarının birləşdirilməsi isə doğrudur. 2 mərhələdə aparmışdı birləşdirilməni və həmin dövrdə ən uğurlu birləşdirmə siyasəti idi. 24-ə baxırıq. 1-ci Rusiya-Qacar müharibəsinə aid döyüşləri müəyyən eləyin. Qarababa döyüşü 1809-cu ildə baş verib, 1-ci Rus-Qacara aiddir. Sultanbud döyüşü 1812-ci ildə baş vermişdi. Bu da 1-ci Rus-Qacar müharibəsinə aiddir. Cavanbulaq 1827, bu 2-ci Rus-Qacar müharibəsinə aiddir. Aslanduz 1812 olacaq, bu da aiddir 1-ciyə. Sərdarabad da 1827-ci ildə idi. Yadımızda salıq 1-ci Rus-Qacar müharibəsi nə vaxt olmuşdu? 1804-də başlamışdı. 1813-cü ilə kimi Gülüstan sülhü ilə başa çatmışdı. 25-ə baxırıq. Türkmənçay sülhünün nəticələrini müəyyən edin. Azərbaycan torpaqları Rusiya və Qacarlar dövlətləri arasında 2 hissəyə parçalandı. Bəli, Türkmənçay ilə yenidən parçalanır. Ermənilər kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürüldülər, düzdür. Gürcüstandan fərqli olaraq Türkmənçayda belə bir şərt var idi, yəni ki, ermənilərin köçürülməsi. Rusiya ilk dəfə Xəzər dənizə donanma saxlama hüququ əldə etdi, yanlışdır. İlk dəfə Gülüstan sülhündə də var idi. Yəni bu şərt Səfəvi dövləti ərazisindən Rus tacirlərinə gömrüksüz ticarət hüququ verildi. Ümumiyyətlə burada Səfəvi dövlətidir və bu dövrdə Səfəvi dövləti yoxdur. Ona görə də bu şərtə baxmırıq. Düzgün variantımız 1 və 2 olur. 26-cı test xronoloji ardıcıllıqda Nadirin şah elan olunması 1736 Muğan qurultayı. Bayat savaşının baş verməsi 1748-ci ildə Şəki və Qarabağ xanlıqları arasında. Nadir Şahın Hindistana yürüşü 1737. Şirvanda 1-ci Sam Mirzənin başçılığı ilə üsyan, bu da 1743-cü il. Xronoloji ardıcılığı quranda burada olacaq 1, 3, 4 və 2. 27-yə baxırıq. 18-ci əsrin 30 və 40-cı illərinə aid hadisələri tapmalıyıq. Şirvanda 2-ci Sam Mirzənin başçılığı ilə üsyanın baş verməsi 1743-cü ildir. Yəni bu gedəcək 18-ci əsrin 40-cı illərinə. A bura gedir. Namur müqaviləsinin imzalanması 1727-də heç birinə aid deyil. Nadir Şahın sui-qəsd nəticəsində öldürülməsi 1747-ci ildir. Bu da 40-cı illərə gedəcək. C-ni bura yazırıq. Şamaxı əhalisinin Asus şəhərinə köçürülməsi 1734-cü ildir. 34 və bu da 30-cu illərə düşürdü. Osmanlıların Üçkesə döyüşündə məğlub edilməsi 1735-ci ildədir. Bu da bura gəlir. 1-ə D, 2-yə isə A, C.
Mənbə suallarından davam edirik. Burada İbrahim Xəlil xanın mövcud vəziyyətdən çıxış yolunda Siyanovla razılıq əldə etməkdə gördü. İbrahim Xəlil xan bildiyiniz kimi Qarabağ xanı idi. Pənahəli xandan sonra hakimiyyətdə olmuşdu. Mənbəni oxuduqdan sonra sualları cavablandıracağıq və burada mənbədə bəhs olunan xanlığın adını yazın deyə 28-ci sualda söhbət Qarabağ xanlığından gedirdi. Daha sonra mənbədə bəhs olunan xanın, yəni İbrahim Xəlil xanın Rus generalı ilə görüşməyə razılıq verməsində məqsədlərindən ikisini yazın. Belə deyək, əsas məqsədi bir o idi ki, Qarabağ xanlığı ərazisində biz bilirik ki, məlikliklər var idi ki, məlikliklər separatçılıq siyasəti həyata keçirirdilər və onları, həmin o məliklikləri siyasi baxımdan neytrallaşdırmaq istəyirdi İbrahim Xəlil xan. Buna görə də bu razılıq verir. Birinci razılığın səbəbi budur. İkincisi isə xanlığın daxili müstəqilliyini qoruyub saxlamağa çalışırdı. Yəni iki əsas məqsəd burada bu idi. Həmin iki məqsədi bura yazacağıq. 30-cu sualda deyilir ki, mənbədə bəhs olunan müqavilə əsasən Rusiyanın xanlıq qarşısına götürdüyü iki öhdəlik o idi ki, ümumiyyətlə Qarabağ xanlığı bu Kürəkçay müqaviləsinin şərtinə əsasən əbədi olaraq Rusiyanın himayəsinə keçmişdi və xanların hakimiyyətini Rusiya xanlığın ərazisinə bütün zamanlar üçün təsdiq eləyirdi. Bu da Rusiyanın özlərinə götürdüyü iki əsas öhdəlik idi. Bu qədər. Bunlar da mənbə tapşırıqlarına yazacaqsınız. Üçüncü sınavımızın izahları bitdi. Növbəti videoda sınaq nömrə 4-ün izahlarını paylaşacağım. Ümidvarım sizin üçün yararlı bir video olacaqdır. Əgər suallarla, testlərlə bağlı bir sualınız varsa, şərh bölməsində yaza bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm.